Salam uşaqlar, yenə fizika 2-ci hissə test toplusunun arxasında situasiyalara baxırıq. Situasiya nömrə 14. Fizika dərsində müəllim dəyişən cəryan dövrəsini şagirdlərə izah etmək məqsədi ilə sxemdə göstərildiyi kimi dövrə qurdu. K açarda bir vəziyyətinə, 2 vəziyyətinə keçirdikdə şagirdlər ampermetrin göstərişinin artdığını müşahidə etdilər. Ampermetrin göstərişinin artmasının səbəbini soruşur birinci sualda. Deməli, birinci halda bu rezistorla kondensator ardıcıl qoşulubdur. Yəni, biz əvvəlcə XC kondensatorun müqavimətini tapsaq, 1 bölünsün omega C və 1 bölünsün omega 100-dür, tənlikdən görürük. Omega C isə 0,5 vurulsun 13-3-dür. Deməli, bu belə gedər, bu da belə gedər. 100-ü 5-ə böləndə qalar 20. XC 20 imiş. Bundan sonra biz açar bir vəziyyətində olanda, axı bilirik müqavimət 15-in kvadratı üstə 20-nin kvadratıdır. Bu da 400 üstə 225, 625, kökdən çıxar 25. Yəni bizim birinci halda müqavimətimiz açar bir vəziyyətində olanda müqavimətimiz 25-dir. Açarı 2 vəziyyətinə gətirdikdə artıq kondensatora keçmir cəryan. Yalnız burada R2 bərabərdir 15 olur. 15-dən keçir. Nə baş verdi? Müqavimət azaldı. Düzdür, 25 idi, oldu 15. Cəryan neyniyər? Mütləq şəkildə artar. Çünki müqavimətdən tərs asıdır. İkinci sual deyir, bir vəziyyətində olduqda ampermetrin göstərişi. Yenə ampermetr bilir ki, təsirci qiyməti göstərir. IM bölünsün kökatda 2-yə bərabərdir təsirci qiymət. IM-in yerinə UM bölünsün R, kökatda 2-də yerində. UM tənlikdən 280-ə bərabərdir. 280. Kökatda 2, 1/4. R isə bir vəziyyətində nə almışdıq? 25 almışdıq. Bunu ixtisar eləsək, 200-ü 25-ə böləndə eləyər 8. Yəni, cəryan oldu 8. Bundan sonra deyir, bir vəziyyətində olduqda dövrədə ayrılan orta gücü, bu isə bərabərdir I kvadratı R. İkisindən də eyni I keçir amma kondensatorda güc ayrılmır. Yalnız ayrılır rezistorda. Ona görə 8-in kvadratı vurulsun 15. 8-in kvadratı vurulsun 15 nə eləyər? 64 vurulsun 15. 640 üstə 300 üstə 20. O da eləyər 960 watt. Bu qədər.